sinusu kök 3 bölü 4. Üçbucağın bucaqları alfa, beta, gamma bərabərdir 180 dərəcə. İki bucağının cəminin sinusu, yəni alfa ilə betanın cəmi bərabərdir kök 3 bölü 4 və üçüncü bucağın sinusunu bizdən istəyir, yəni sinus gammanı istəyir. Biz alfa plus betanın yerinə yaza bilərəm ki, 180 çıx gamma bərabərdir kök 3 bölü 4-ə. Buradan da bilirik ki, ikinci rübə düşür, sinus müsbət və ad dəyişmir. Sinus gamma bərabərdir kök 3 bölü 4, yəni elə D variantı. Bu şəkildə. İndi baxıram, deməli, 53-cü suala. 53-cü sualda da çevirmə düsturda yenə yazaq. Kvadrat olanda da mənfisinə müsbətinə baxmırıq. Onsuz da kvadrat onu müsbətə çevirəcək. Bərabər. Kotanges pi bölgüdə ad dəyişir ortadan kvadratı alfa. Üstə gəlinsin kos pi də dəyişmir, elə kos kvadratı alfa qalır. Üstə gəl kosinus pi bölgü olduğuna görə sinus kvadratı alfaya çevrilir. Bu bizə 1'i verir. Tan kvadratı alfa üstə gəl 1. Bu da bizə verir 1 bölünsün kosinus kvadratı alfanı. Yəni D variantı. Keçirəm 55-ci suala. 55-ci sualda da bərabər yazıram. Deməli, sinus 1 dərəcə çıxılsın kosinus 1 dərəcə. Üstə gəl sinus 2 dərəcə çıxılsın kosinus 2 dərəcə. Və üstə gəlsin sinus 3 dərəcə çıxılsın kosinus 3 dərəcə. Üstə gəl 3 nöqtə, burada ortada 45 yazıram. Sinus 45 dərəcə çıxılsın kosinus 45 dərəcə. Və üstə gəl 3 nöqtə yazıram. Sinus 89'u, deməli, sinus 89'u yazıram, kosinus 1 kimi çevirməyə əsasən. Çıxılsın kosinus 89'u yazıram, sinus 1 dərəcə. Üstə gəl sinus 90'da da, sinus 90'da da elə 1'dir. Bu şəkildə yazıram. Aha. İndi baxaq nə? Burada baxırıq ki, sinus 1 ilə sinus 1 islah gedir. Kosinus 1 ilə kosinus 1. Sinus 45'in kök 2 bölü 2'dir. Burada kosinus 45'də kök 2 bölü 2'dir. Və yaxud da bunu da çevirməyə görə kosinus 45'də sinus 45 kimi yaza bilərik. Hamısı gedir, bir dənə axırda 1 qalır. Yəni cavab olacaq 1. 0 üstə gəl 1 olacaq cavab 1, yəni E bəndi. Keçirəm 57-ci suala. 57-58 tip suallara birini yazaq. Deməli, 57-ci sualda nədir? Kök 2 vurulsun, kök 2 vurulsun. Burada sinus 405'in yerinə yazıram ki, sinus 360 plus 45 kimi. 360 plus 45. Üstə gəl, sinus 60'in yerinə kök 3 bölü 2 yazıram. Bölünsün. Kotanges 45'in yerinə 1, kosinus 30'un yerinə də kök 3 bölü 2 yazıram. Və buradan da biz bilirik ki, 360 dərəcədə ad dəyişmir. Birinci rübəçə sinus 45 olur. Sinus 45'də də elə kök 2 bölü 2 deməkdir. Üstə gəl kök 3 bölü 2, bölünsün məxrəcdə də 1 üstə gəl kök 3 bölü 2. Bunun sürət məxrəcini, deməli, daha doğrusu bu elə bizə 1'i verir. 1 üstə gəl kök 3 bölü 2, bölünsün 1 üstə gəl kök 3 bölü 2. Bunlar bir-birinə ixtisar gedir, qalır 1D variantı. Baxaq, 58 eyində 59 tipli sual, 60 tipli sual. 60'a baxıram. 60'da. 60'da nə deyirsə? Kosinus 170 plus alfa. Deməli, bunu necə yazıram? Yazıram ki, kosinus 170'in yerinə yazıram 180, daha doğrusu 180 çıx 10. 180 çıx 10. Üstə gəl alfa. Elə bunu da yaza bilərəm ki, alfa çıx 10 kimi mötərizədə yazıram. Üstə gəl alfa çıx 10. Bu şəkildə yazdım. Çıxılsın sinus 100 dərəcəni yazıram 90 plus 10 minus alfa kimi. Elə bunu da bu şəkildə yazdım. Bu şəkildə və yaxud da yazıram 90 çıxılsın alfa minus 10 kimi. Aha. Ki argumentlər eyni olsun. Sonra sinus 280'də yazıram 270 plus 10 minus alfadır. Bunu da yenilə çıxla yazaq. Yazıram çıxılsın alfa minus 10 kimi. Bu şəkildə. Buradan bərabər çevirmə düzənə görə 180 dərəcədə ad dəyişmir, elə kosinus alfa minus 10 qalır. Amma rübünə baxsaq, 3-cü rübdə mənfidir kosinus. Çıxılsın. Sinus 90 dərəcə çevrilir kosinus alfa minus 10'a. Birinci rüb olduğuna görə mənfisi qalır. Yəni mənfi olmur. Müsbət olur, qarşıdakı mənfi qalır yerində. 270 3-cü rübdə mənfidir. 270 dərəcədə ad dəyişir, olur kosinus alfa minus 10. Bu da sürət bizə verir mənfi 2 kosinus alfa minus 10'u. Məxrəc də bizə verir mənfi kosinus
Alfabetin sonu. Bu da olacaq 2. Yəni C variantı. Yaxşı. 61, 62 tipli suala baxaq. Deməli, yazıram 61 tipli sualı və yaxud da 62-ni yazıram. 62-də nə yazıram? Kotanges pi bölü 2 sıx alfa bizə verir tan alfa. Tan alfa bölünsün. 1 plus tan alfa. Üstə gəlsin. Tan alfa bölünsün 1 minus tan alfa. Bu deyilir. Ortaq məxrəcə gətsəm. 1 minus tan kvadratı alfa. Sürətdə buradan yazaq. Bizə verir 1 minus tan kvadratı alfa. Və olur tan alfa, çıxılsın tan kvadrat alfa, üstə gəl tan alfa, üstə gəl tan kvadrat alfa. Burada tan kvadratlar gedir, olur 2 tan alfa bölünsün 1 çıx tan kvadratı alfaya. Bu da bizə tan 2 alfanın düsturunu verir. Tan 2 alfa, yəni B variantı. 62-də də cavab oldu B. 64-ü yazıram. 64 tipli sual yazaq. 60-64 eyni tipli deyə birini yazaq. 64-də. Deməli nə deyir? Kotanges pi çıx alfa ikinci rübdə mənfidir və pi-də ad dəyişmir kot alfa. Vurulsun. Kosinus ad dəyişir or sinus alfa və üçüncü rübdə mənfidir. Qarşıya bir dənə mənfi atdıq. Sonra sinus pi üstə gəl alfa. Yəni üçüncü rübə düşür mənfidir sinus alfa ad dəyişmir. Vurulsun. Kot dəyişir tan alfaya və dördüncü rübdə yenə mənfidir. Bu mənfidir olsa hamısı bir-birini aparır. Tan alfa kot alfa böl tan alfa ilə kot kvadratı alfanı verir bizə. Yəni A variantı. 64-də də oldu A variantı. 65, 66. 66-nı yazıram. Deməli yazıram. 2 vurulsun. Sinus 1 dərəcə. Üstə gəlsin sinus 2 dərəcə, üstə gəlsin 3 nöqtə sinus 90 dərəcə. Çıxılsın sinus 91 dərəcə, çıxılsın sinus 92 dərəcə, çıx 3 nöqtə sinus 180 dərəcə. O da bərabər. Burada nə yəni? Burada yenə yazıram. 2 vurulsun sinus 1 dərəcə, üstə gəl sinus 2 dərəcə, üstə gəl 3 nöqtə, sinus 45 dərəcə, üstə gəl sinus 45-dən sonra gəlir sinus 46. Sinus 46-nı yazıram ki, deməli, sinus 46, üstə gəl 3 nöqtə, sinus 88, üstə gəl sinus 89 dərəcə, üstə gəl sinus 90 dərəcə kimi. Çıxılsın. Sinus 91-i yazıram ki, kosinus 1 dərəcə, üstə gəlsin. Bunu ümumi mötərizədə yazaq. Kosinus 1, üstə gəlsin. Və yaxud da iç mötərizən, yaxşı içində qalsın mötərizən. Kosinus 1, sinus 92-ni yazıram, kosinus 2 dərəcə, çevirmə düsturuna əsasən. Üstə gəl 3 nöqtə, üstə gəlsin kosinus 45 dərəcə və üstə gəl 3 nöqtə sinus. Bundan qabaq 179 dərəcə var. 179 dərəcə. O da kosinus 89 dərəcəni verir və sinus 180 olsa 0-dır. Bunu çevirməyə ehtiyac yoxdur. Bu şəkildə yazdıq. Və buradan da olacaq. İndi bu hissəni silirəm. Buradan ümumi şəkildə nə yazıram? Bərabərdir. İndi hamısı bir mötərizədə yazacağım. Sinus 1 dərəcə, üstə gəl sinus 2 dərəcə, üstə gəl 3 nöqtə, sinus 45-i yenə yazıram, kök 2 bölü 2, üstə gəl 3 nöqtə. Baxın, indi sinus 88-i yenə yazıram, kosinus 2 dərəcə. Kosinus 2 dərəcə. Sonra sinus 89-u yenə yazıram, kosinus 1 dərəcə. Sinus 90 yenə 1, çıxılsın. Çıxılsın, deməli, indi kosinus 1-i elə yazıram, kosinus 1, üstə gəlsin, çıx kosinus 2 dərəcə, çıxılsın kosinus 45-i yenə kök 2 bölü 2 yazıram. Sonra kosinus 89-u yenə elə sinus 1 yazıram, sinus 1 dərəcə. Bu şəkildə çıxılsın və çıx 0. Burada nöqtələri nəzərə alsaq, bu da bizə verəcək nəyə? Buradan baxırıq ki,
Sinus 1'lər islah olunur, kosinus 1'lər islah olunacaq. Kök 2 bölü 2'lər islah olunacaq və qalacaq 2 vurulsun. Burada bir dənə 1 qalır. Sinus 90 qiyməti 1 çıx 0. O da elə 2 olacaq. B variantı. 66'da da deməli oldu B variantı. Keçək 67-yə. 67-68-ə. Bizə deyir ki, qonşu bucaqlardan birinin sinusu, yəni sinus alfa bərabərdir 5-2-dirsə, o biri bucağın sinusunu tapın, yəni sinus betanı tapın. Biz bilirik ki, alfa ilə betanın cəmi, qonşu bucaqların cəmi 180-dir. Onda alfanın yerinə 180 çıx beta yazsam, sinus alfanın yerinə 180 çıx beta bərabərdir 5-2-yə. Buradan da bilirik ki, ad dəyişmir, elə sinus beta olaraq qalır. İkinci rübdə də olduğu kimidir 5-2. D variantı. 69-cu sualı yazıram. 69 və 70-ci tipli suallarda. Deməli, tan mənfi 13 pi böl 6. Mənfini atır qarşıya tək funksiya olduğu üçün. Olur 13 pi böl 6. Buna da yazıram mənfi tan. 13 pi'ni də yazıram ki, 3 pi çıxılsın pi böl 6 kimi. Bu da mənfi. Düşür ikinci rübə. İkinci rübdən də tan mənfidir deyə qarşıya bir dənə mənfi gəlir. Tan olur pi böl 6. O da olur pi böl 6, yəni 30 dərəcədə kök 3 böl 3. Yəni C variantı. 69-cu sualda da cavab oldu. Deməli 69-da. Bir saniyə. Burada 3 pi yazım. Burada 3 pi çıx pi böl 6 bizə deməli verir 17 pini. Bunu hesabını səhv etdim. Deməli bunu yazmalıyam. 2 pi üstə gəlinsin pi böl 6 kimi yazsaq daha doğru. Bu da eləyir mənfi. Birinci rübə düşür. Birinci rübə düşür. Deməli müsbətdir. Tan pi böl 6. Bu da olacaq mənfi. Tan pi böl 6 yəni 30 dərəcədə də kök 3 böl 3. Bəndə. 70 də bundan eyni tipli sualda. 71-ci suala baxıram. 71-ci sualda deməli nədir? Sinus 8 alfa plus 9 beta. Bunu necə yazarıq? Yazaq bunu. Yazıram sinus 8 alfa üstə gəl 9 betanı yazıram. 8 beta üstə gəl beta kimi. 8 beta üstə gəl beta kimi. Bu da bizə verir sinus 8 vurulsun alfa plus beta üstə gəl beta. O da bərabərdir. O da bərabərdir. Buradan da sinus 8 vurulsun alfa plus beta'nın yerinə pi böl 4 qoysaq, pi böl 4 üstə gəl beta. Bu da ixtisar aparsaq, sinus 2 beta, daha doğrusu 2 pi üstə gəl beta. Bu da birinci rübə düşür, ad dəyişmir olur sinus beta. Yəni D variantı. Baxıram, deməli 72-də eyni tipli sualdan da 73-cü suala. 73-cü sualda trapeziya sualıdır və buradan baxaq. Biraz yer açaq trapeziya üçün. Deyir ki, bucaq A, bucaq B-yə bərabərdir. AD 16-da, AB 5-dir. Kosinus bucaq C-ni tapın deyir. AB 5-dir, BC 4-dür və bucaq C. Buradan bir hündürlük endirsən. Deməli, belə yazaq da. Bura alfadır. Buranı bilir ki, alfadır. Bura alfadırsa, onda bucaq C 180 çıx alfadır. 180 çıx alfadır. Yəni, bizdən bucaq C-ni istəyir. Kosinus. Biz nəyi tapmalıyıq? Tapmalıyıq kosinus 180 çıx alfanı. Bunu tapmalıyıq. İndi bunu silirəm. Buradan bir hündürlük endirirəm. Hündürlük endirirsəm, bu hissə 4, bura 5-dir. Və AD-nin uzunluğu da 16-dır. Onda burada 12 olur. 12-yə görə, 5 12-yə görə, Pifagora görə CD 13 olur. Və buradan mən nəyi tapıram? C burada bir H yazacaq. CH-də 3 bucağına görə kosinus alfamız nəyə bərabərdir? Qarşıdakı bitki katetin hipotenuza nisbəti. İndi mən bunu əsasən bu yuxarıdakı ifadəni yazıram. Kosinus 180 çıxılsın alfa. O da bərabərdir. 180 dərəcədə ad dəyişmir sinus alfa olur və rübünə baxırıq. İkinci rübdə kosinus mənfidir deyə. Mənfi sinus alfa. O da sinus alfanın daha doğrusu. Ad dəyişmir deyib sinus alfa yazmışam. Olur. Ad dəyişmir mənfi kosinus alfa. Aha. Burada da mənfi kosinus alfanın yerinə də 13-də 12 yazırıq. Yəni E bəndi. Baxıram 74-cü suala. Deməli,
74'dən. Burada nə deyir? Deyir ki, bərabər yazaq. X üstəgəl 2y 3 bölü 2. İndi burada x plus 2y yaradaq. Yazıram kosinus x plus 2y çıx y bölünsün sinus y üstə gəlsin kot 3y bölünsün. Aşağıda da yazı yaradıram tan x plus 2y x plus 2y yazıram. Çıx 3y yazsam eyni ifadə alınmış olur. Buradan da bərabərdir cos x plus 2y yenə 3b bölü 2 çıx y bölünsün sinus y üstə gəlsin kot 3y bölünsün tan 3b bölü 2 çıx 3y. Buradan da çevirmə düzünə əsasən sürətdə olur sinus y 3-cü rübdə mənfi olacaq bölü sinus y üstə gəlsin kot 3y bölünsün 3-cü rübdə müsbətdir deyə olur kod adı dəyişir 3y. Bunlar gedir, bunlar da gedir, olur 0. Mənfi 1 üstə gəl 1 olacaq 0. 74-cü suala idi. 75-ci suala baxaq. Fərqli sualdır. Deməli 75-ci suala baxaq. Burada da nədir? Bizə deyir ki, ABCD kvadratına CY-nin YD-yə nisbəti 5-in üstə nisbəti, yəni 5K, burada 3K-dır. 3K. 5K və 3K, onda bu tərəf 8K, burada 8K-dır. Və tan alfanı tapın. Burada 90 minus alfadır. 90 minus alfaya görə mən yazaram kod 90 minus alfa nəyə bərabərdir? 90 minus alfa bərabər. Kotanges alfa necə tapırdıq? Bitişik katetin, yəni 8K-nın qarşıdakı qatı 5K nisbəti. Bu bizə kotanges alfa verir. Bu da çevirmədə üstünə gəlir tan alfa. Tan alfa bərabər olur 8-in 5-ə nisbəti. Yəni E bəndi. Bu da 75-ci sual. 76 bayaqki sual tiplərindəndir. Keçirəm 77-ci sualı. 77-ci sualı sadələşdirək. Yazıram. 1 üstə gəlinsin. 1 üstə gəl. Kosinus 444-ü yaza bilərəm ki, 360 kosinus 360 plus 84 kimi. Çıxılsın kosinus 84 üstə gəlsin kotanges 45-də də 1 alır. 1 üstə gəlsin. 360-da ad dəyişmir. Kosinus 84 olur. Birinci rübə düşünə işarə dəyişmədi. Üstə gəl 1. Bunlar getdi, olur 2. Sonra 78-i sadələşdirək. 78, 79, 78 və 77 tiplərdəndir. İstəyir bunu sadələşdirək. Bərabərdir. 3 vurulsun. 3 vurulsun. Tan kvadratı. 240 yazıram. 270 çıx 30 kimi. Çıxılsın 4. 300 yazıram. Kosinus 360 çıx 60 kimi. Bu tərəfdən yazaq. Deməli, çıxılsın 4 kosinus 360 çıx 60 kimi. Çıxılsın 5. Sinusda 150 yazıram. 180 çıx 30 kimi. O da bərabərdir. 3 vurulsun. 270-də ad dəyişir. Olur kot kvadratı 30 dərəcə. Çıxılsın. 4 vurulsun. 360 çıx 60 4-cü rübəçi kosinus müsbətdir. Ad dəyişmir. Elə kosinus 60 qalır. Çıxılsın. 5 vurulsun. 180 dərəcə 180 çıx 30 ikinci rübdə. İkinci rübdə də elə sinus 30 dərəcə verir. Sinus 30 adı dəyişmir. O da bərabərdir. 3 vurulsun. Kot kvadratı 30. Kosinus 30 dərəcənin kök 3-dür. Alır kvadratı da elə 3-dür. Çıxılsın 4 vurulsun. Kosinus 60-da olur 2-də 1. Çıx 5 vurulsun. Sinus 30-da 2-də 1. Bu da 3 çıx 2 çıx 2 onda 5. Yəni olur mənfi 1 onda 5. Mənfi 1 onda 5. Bir dəqiqə. Haradasa müsbət mənfi ola bilsin, səhv gedə bilər. Burada deməli 3 vuruş 9 eləyir. 7, 7-dən 2 onda 5 çıxanda olacaq 4 onda 5. Və 81-ci sualı yazıram. 81-ci sual. Deməli, sinus kvadratı 2pi. Deməli, yazıram ki, burada yazaq. Sinus kvadratı 2pi üstə gəl 2. Üstə gəlsin kosinus kvadratı 2pi çıx 2. Bu da ad dəyişmir.
Sinüs kvadratı nə olur? Sinüs kvadratı 2. Bu radiandır. Üstə gəlsin. Kosinüs kvadratı 2. Bu da bizə verir 1. Deməli, 83-cü suala baxıram. 83-cü sualda sinüs kvadratı 1 bölü 2. Ad dəyişir, olur kosinüs kvadratı. Deməli, kosinüs kvadratı alfa üstə gəlsin. Sinüs 3 1 bölü 2 isə alfa 4-cü bölü 2. 4-cü bir də sinüs mənfidir deyə çıxılsın olacaq. Çıxılsın kosinüs alfa ad dəyişdi. Vurulsun kosinüs alfa üstə gəlinsin. 5 vurulsun. Pi-də ad dəyişməyərək kod alfa olacaq. Mənfisinə baxaq. 3 1 üstə gəl alfa 3-cü rübdə, 3-cü rübdə kod müsbətdir. Vurulsun, vurulsun. Tam pi plus alfa da 3-cü rübdə ilə tan alfa. Buradan baxırıq ki, kos kvadratı alfa çıxılsan kos kvadratı alfa üstə gəl 5. O da eləyir, deməli, elə 5 olacaq. Bu da oldu 83. Keçək 84-cü suala. 84-cü sualda da 84'də də nə verir bizə? Kosinüs kvadratı 63 yazıram bərabərdir. Kosinüs kvadratı 63 üstə gəl. Kosinüs kvadratı 27 yerinə yazıram sinüs kvadratı 63. Çıxılsın. Tan kes 140-ın yerinə yazıram ki, tan 180 çıxılsın 40 üstə gəl alfa kimi. Bunu da belə yaza bilərəm. Buradan mənfini çıxarsam yaza bilərəm ki, çıxılsın alfa plus 40 kimi. Bölünsün tan 40 çıx alfa. Yox, işarə burada səhvlik elədim. Bir dəqiqə. Çıxılsın 40 minus alfa. Bu şəkildə yazmalıyam. Buradan da bu hissə bizə verir 1'i çıxılsın. Tan 180 çıx 40 minus alfa. Tan ad dəyişmir, tan 40 çıx alfa eləyir. Amma ikinci bölüşünü qarşıya mənfi atırıq. Bölünsün tan 40 çıx alfa. Onlar ixtisarca edir. 1 çıx mənfi 1 o da eləyir 2. Yəni 84'də də oldu. Cavab 2. Keçirəm. 85 rahatı 86 tipli sual. 86'da demək 86'da 85'də nə edirik? Kosinüs kvadratı ondan kosinüs kvadratı 81 eyni ifadəyə getirir. Yəni kosinüs kvadratı yazaq bunda. Kosinüs kvadratı onu yazıram. Sinüs kvadratı 80. Üstə gəlsin. Sondakini yazıram. Kosinüs kvadratı 80. Üstə gəlsin. Deməli, üstə gəlsin. Yazırıq. Kosinüs kvadratı 25'i saxlayaq. 25 üstə gəl. Kosinüs kvadratı 65'də sinüs kvadratı 65 yazıram. 90 çıx 25 kimi yazanda. Bu da bizə verir 2. Bu hissədə 1'e verir. Bu hissədə 1'i verir. 1 ilə 1'in də cəmi olacaq 2. 86-cı tipli suala baxıram. 86'ya baxaq demək. Tan x vurulsun. Yazıram. Tan x vurulsun. Tan 8 onu yazıram. 720 üstə gəl. 90 çıx x kimi. O da bərabərdir. Tan x vurulsun. Tan 720 bizə 4 pi'dir. 4 pi. Üstə gəlsin 90 çıx x. Demək 4 pi'də ad dəyişmir. Elə tan x vurulsun. Tan 90 minus x qalır. Birinci cürbə düşdüyüsün. O da bərabərdir. Təzən yazıram. Tan x vurulsun. 90 dərəcə ad dəyişir. Kot x. Birinci cürbdə müsbətdir. O da eləyir 1. Deməli, 87 tipli və 88'ə baxaq. 87. Sinüs alfa bərabər 2'də 1 və baxırıq ki, ikinci rübdə. İkinci rübdə 2'də 1'i alır 150 dərəcədən. Deməli, alfamız 150 dərəcə. Getirib yerinə yazıram. 9 deyə kod. 110 üstə gəl 6'da 1 vur 150. Bu da bizə neçəni verir? 25'i verir. O da olur 9 üstə gəl kod 135 dərəcə. 135 dərəcədə mənfi 1 olduğuna görə olur 8. 88'in suala baxaq. Deyir ki, sinüs kvadratı 20 yazaq. Sinüs kvadratı 20. Üstə gəlsin sinüs kvadratı 21. Üstə gəlsin sinüs kvadratı 22 dərəcə. Üstə gəlsin 3 nöqtə. Burada sinüs kvadratı 45 var. Üstə gəl 3 nöqtə
Sinus kvadratı 68'in yerinə yazıram ki, kosinus kvadratı 22 dərəcə. Üstəgəl kosinus kvadratı 69'un yerinə 21. Üstəgəl kosinus kvadratı 70'in yerinə 20. Buradan baxırıq ki, deməli, sinus kvadratı 20 ilə kosinus kvadratı bizə 1 verir. 21 ilə 21 bizə 1 verir. 22 ilə 22 bizə 1 verir. Burada da 25 cüt var deyə 25 dənə 1. Üstəgəl və ortada sinus kvadratı 45 tək qalır. Yəni kök 2 bölü 2'nin kvadratı. Bu da 25 üstəgəl 2'də 1. Yəni 25 tam onda 5. Bu da oldu 88-ci sual. 89, 90 uyğunlaşdırmadır. 90'a baxsam. 90'a baxaq. Deməli, sinus alfa. Baxaq ki, hansından sinus alfaya bərabərdir. Bunların hamısını yazaq görə nəyə bərabərdir? 3 pi bölü 2 üstəgəl alfa 4-cü rüb, 4-cü rübdə ad dəyişir. Sinus alfaya çevrilir və kosinus 4-cü rübdə müsbətdir. Bu da eləyir kosinus alfa 1-ci rübdə müsbət. 5 pi bölü pi üstəgəl alfa 3-cü rübdə, 3-cü rübdə də kosinus mənfi olur, elə mənfi kosinus alfa ad dəyişmir. Burada da ad dəyişmir və 2-ci rübdə deyə mənfi olur. Burada da deməli 5 pi bölü 2'də ad dəyişir olur tan alfa. Bir də rübünə baxsaq, deməli rübü də olur mənfi. Demək, ikinci rüb olduğu üçün. İndi baxaq, sinus alfa olanı 1'ə uyğun gəldi A. Sonra mənfi kosinus alfa olan C. Mənfi tan alfa olan D ilə Y. Başqa da heç biri. Bu şəkildə A, C, D, Y. Yaxşı. İndi baxıram 91-92 tipli suala. 91'də nə deyir? Bizə 91'də deyir ki, funksiyası, yəni deyir fx1 nə zaman 1'i götürməliyik? X rasional olduqda nə zaman mənfi 1'i götürməliyik? X irrasional olarsa. İndi hesablayıram. F kosinus 300. Kosinus 300'ü alır. Demək, 360 yazıram. 360 çıx 60 dərəcə. Çıxılsın F. Sinus 120'yi də yazıram. 180 çıx 60 dərəcə. O da bərabərdir. Deməli, olur F 360 çıx 60. Bizə elə kosinus 60'ı verir. 4-cü rübdə müsbətdir. Kosinus 60'da da 2'də 1'dir. Çıxılsın F. Sinus 60'ı verir. Burada sinus 180 çıx 60. Yəni sinus 60. Bu da kök 3 böl 2'dir. Baxın indi. Bu rasionaldır, bu irrasional. Deyir, rasional olanda 1'i götür. Çıxılsın. İrrasional olanda mənfi 1'i götür. Bu da yecə 2. 91-ci sual. İndi 92 yazaq. 92-ci suala baxaq. 92'də nədir? Deyir ki, 7 alfa çıx 4 beta 810 verir və biz deməli nə etməliyik? Burada 7 alfa çıx 4 betanı yaradıram. Sinus yazıram. 7 alfa çıx 4 beta. Üstəgəl. Burada 3 alfa deyə deməli çıx 4 alfanı çıxmalıyam. Çıx 4 alfa plus 9 beta. Bölünsün. Məxrəcdə də kosinus elə olduğu kimi yazıram. Çünki yuxarıda da yarandı eyni ifadə. Bərabərdir. O da bərabərdir. Sinus 7 alfa çıx 4 beta çıxılsın. Mənfini çıxarsam olur. Deməli 4 alfa. Bir dəqiqə baxaq ki, düz qurduq. 5 beta 3 alfa. Aha. Bu deləsin. 7 alfa çıx 4 beta çıxılsın 9 üstə gəlinsin yazıq. Üstə gəlinsin 9 beta çıx 4 alfa. Bu şəkildə bölünsün. Kosinus 9 beta çıx 4 alfa. Gətirək eyni yuxarıdakı ifadənin yerinə. Bunun yerinə 810 üstə gəlinsin. 9 beta çıx 4 alfa bölünsün. Kosinus 9 beta çıx 4 alfa. Bu şəkildə. İndi deməli nə olacaq? Buradan 810-90 misillərdir. Yəni pi bölü 2'nin 9 dənə pi bölü 2'dir. Sinus 9 pi bölü 2 deməkdir. Və üstə gəlsin. 9 beta çıx 4 alfa bölünsün. Kosinus 9 beta çıx 4 alfa. Və buradan da nə edərik? Deməli, ad dəyişəcək. Ad dəyişəcək. Olacaq kosinus 9 beta çıx 4 alfa. İşarəni təyin eləyərik. 9 beta çıx 4 alfa. Və 9 pi bölü 2 gəlir düşür. Yəni
pi bölgəyin yerində durur və oradan üstünə də gələndə ikinci rüb. Yəni bu ikinci rübə düşür. İkinci rüb olduğu üçün sinus onsuz ikinci rübdə müsbətdir. Bunlar da gedir qalır 1. Və 93-cü sualı yazıram. 93-cü sual. Yazaq 90. Deyir, alfa, beta və qamma üçbucağın daxili bucaqları olarsa. Üçbucağın daxili bucaqlarıdırsa, bilirik ki, alfa plus beta plus qamma bərabərlik 180-ə və yaza bilərəm ki, alfa plus beta bərabərlik 180 çıx qammaya. Bunu yazıram. Demək, yazıram sinus kvadratı qamma bölü 2 bölünsün kosinus kvadratı alfa plus betanın yerinə yazıram ki, deməli, yazıram 180 çıx qamma böl 2. Üstə gəlinsin eyni fayda. Kosinus kvadratı alfa böl 2 bölünsün sinus kvadratı beta plus qamma böl 2. Bir də burada beta plus qammanı tapsam, beta plus qamma da bərabərdir 180 çıx alfa. Burada da bunun yerinə 180 çıx alfa yazaq elə. 180 çıx alfa. Aha. İndi yazaq yuxarıda. Bərabərdir yazıram. Sürət olduğu kimi yazıram. Sinus kvadratı qamma böl 2 bölünsün. Kosinus kvadratı 182 bölündə 90 çıxılsın qamma böl 2. Üstə gəlsin. Kosinus kvadratı alfa böl 2 bölünsün. Sinus kvadratı 90 çıxılsın alfa böl 2. 180 çıx alfa 2 bölək. Və buradan da. Deməli, burada kosinus kvadratı 90 çıx qamma böl 2 ad dəyişir olur elə sinus kvadratı qamma böl 2. Bu da 90 olur kosinus kvadratı alfa böl 2. Bunlar da ixtisar gedir yuxarı ilə olur 1 üstə gəlir 1 bərabərdir 2.